Məclisimizdə ömrünü gününü bütün şuurlu tarihlərini, Azərbaycan mədəniyyətinə, incəsənətinə həsr edən insanlar var. Bu insanlardan biri də Azərbaycanın əməkdar mədəniyyət işçisi, gözəl aşığımız, Aşıq Ədalət Dəlidağlı burada iştirak edir. Xahiş edirəm ki, sağ üstünətini açıq. Sazınla sözündən salamlasın. Buyurun, meydan. Hörmətli ziyalılarımız, natıqlərimiz, şairlərimiz, yazçılarımız, jurnalistlərimiz, alimlərimiz, hər birinizi salamlayıram. Və sazımla sözümdən bir daha deyən xoş gördük. Bugün səbəb məlumdur. Rəhmətli Bəhman Vətənoğlu yazır ki, anadan şair olmasan, şeir sana sənət olmaz. O nizami sənətidir, hər yetənə qismət olmaz. Və anadan şair olma, anadan şair olur, şair gibi bir ömür yaşamaq. Mən bugün qardaşım Binəli Bayramdır. Və onun iki dənə deyərəm bayramı üst-üstə 60 illik ömrü və kitab təqdimatı mübarək ürəyinin sıkıntıları ilə yazdığı əsl şeirdə, şair qəlbindən doğan. Və Binəli Bayram, qardaşım, ömrünün 60 ilində dönüb qanırır, geriyə baxanda hər bir insan üçün görürsən, siz nətər ömür yaşamsın, necə ömür yaşamsın, siz baş ömür yaşamsınız, 5 ömür yaşamsınız, eşq olsun bu gözəlliyə, eşq olsun sizə, eşq olsun sizə. Təbrik edirəm sizi, var olsun. Sazın haberi lazım. Aşırın öz kıymeti var. Menzili var, niyyeti var. Sözüm çoktur, lezzeti var. Ancak ağzın ayrı lezzeti var. Canımı yandırıp yakan hesabıya bakırlar. Gözelliğe gözel bakan, gözün ayrı lezzeti var. Şair Binəli dedi,
bayramımız uzun olsun. Biz qalib xalqın qalib nümayəndələri doğrudan da xoşbaxt dövrümüzdür. Və belə görüşlərimizi Qarabağımızda şəxsən Binəli Bayram, əziz qardaşım. Təbirlərdə olur, mən başlayayım sizi. Belə bir toplantımız oradayıq. Sağ olun. 100 ömür sağlamdan. Sələmin yolu olsun ki, hamıda şükür. Sağ olun.